Salam dostlar. Günləriniz xoş keçsin. Deməli dostlar, bir türk şairlərinin antologiyasında gəzişirdim. Bir şeirə rast gəldim dostlar. Bu şeir yadıma həm əm, mənim belə deyim, ana yurdumu saldı, Cənub regionunu və daha çox da ilk gənclik çağlarının ruh hallarını saldı. Və onun mənə nəyə görə Cənub regionunu daha çox xatırıma saldı? Çünki Cənub regionunda məxsusi yağışlar yağır. Bilənlər bilir də, elə olur ki, yəni bir ay ərzində elə olur ki, mənim xatırıma gəlir, yəqin ki, yalan danışmıram, ya yanlış xatırlamıram. Bir 20 gün ərzində yağışlar yağır. Və o yağışların doğurduğu vay necə mənzərələr, necə belə peyzajlar əmələ gəlir də, yəni ki, məxsusi o zərafət əmələ gəlir, payız zərafəti. Yəni orada payız ayları, qış ayları və ya yaz aylarının bəzi dövrləri tamam fərqli cür deyərdim ki, ab-hava ilə təzahür eləyir. Bu şeir mənə oranı yadıma saldı dostlar. Bu Yavuz Bülənd Bakilər adlı bir şairdir. Deyəsən indi vəfat eləyib. Onun bir qəşəng şeirinə rast gəldim. Qəşəngliyi sadə insan hisslərinin ifadəsi ilə bağlıdır və səmimi gəldi mənə çox şeir. Saf və səmimi gəldi ki, bu deyərdim ki, poeziyanın təməl xüsusiyyətlərindən biridir də, yaxşı poeziyanın. Və şeirin adı dostlar Yağmur Güzəlidir. Yağmur Güzəli. Ki, yeri gəlmişkən bir məqamı qeyd edim. Mənə həmişə yağmur sözü yağış sözündən çox qəşəng gəlib. Zərafətli daha çox gəlib və ən çox sevdiyim deyərdim ki, adlardandır Yağmur adı. Və burada Yavuz Bülənd Bakilər bəy Yağmur dedikdə yağışı nəzərdə tutur da. Aydın məsələdir. Bu da şeirin o demək ki, yağış gözəli. Fəqət dediyim kimi, yağmur sözü çox daha qat-qat effektivdir. Hətta ad olaraq da deyərdim ki, çox gözəl bir addır. Yağmur adı. Yağmur güzəli. Gəlin dostlar, oxuyum siz üçün. Bunu belə deyək də, indi mən qiraətçi deyiləm. Səhvlərim olsa üzrlü biləsiniz dostlar. Yağmurlar yağmıyormu incədən incə? Rüzgarlar esmiyormu sərincə? Bir sigara yakıyorum efkarlanarak. Çıkıp karşıma sen geliyorsun. Saçların ıslanmış oluyor. Gel diyorum, duymuyorsun beni bir türlü. Seni böyle hayal meyal yaşamak çok zor. Uzanıp tutsam diyorum incecik ellerinden, ellerim boşlukta kalıyor. Bir gün çıkıp gideceksin, sonra arkandan yine ince bir yağmur yağacak. Cadde cadde, sokak sokak, sayıklar gibi dolaşıp seni arayacağım. Beni bir köşe başında ağlıyor bulacaklar. Saklamak çok zor olacak. Çaresiz kalacağım. Seni sevdiğimi anlayacaklar. Üstüme yağmurlar yağacak.
İnce bir dal gibi birden kopup kırılacağım. Kaldırım taşlarında sıcaklığım kalacak, kahrolacağım. Bu şiiri yağmur yağarken yazdım. Ezanlar okunuyordu minarelerden. Seni düşünmeseydim yağmurlu havalarda sokaklara çıkmaya göze alamazdım. Melul, mahzun dolaşmazdım akşam karanlığında. Duraklarda yapayalnız kalmazdım. Yağmurlar yağmıyor mu inceden ince, rüzgarlar esmiyor mu serince? Bir sigara yakıyorum efkarlanarak. Çıkıp karşıma sen geliyorsun. Saçların ıslanmış oluyor. Gel diyorum duymuyorsun beni bir türlü. Seni böyle hayal meyal yaşamak çok zor. Uzanıp tutsam diyorum incecik ellerinden ellerim boşlukta kalıyor. Böyle bir sadə şeirdir dostlar və sadə insani hisslərin, hətta deyərdim ki, ilk gəncliyin duyğularına bənzər duyğuların ifadəsidir. Və məzmun məncə aydındır. Yəni bu yağışlı havalarda aşiq olduğu bir xanımı xatırlayır burada aşiqimiz və nə deyir? Deyir ki, səni xatırlamaq yağışlı günlərdə daha da istirab verir. Yağmurlu günlərdə ki, gəl sən gözümə görünürsən, saçların sanki yağışda islanmış şəkildə olur. Mən səni gəl deyirəm, amma sən məni heç bir şəkildə eşitmirsən. Səni belə xəyalat kimi görürəm, gözlərimin önünə gəlsən. İstəyirəm əllərindən tutum, amma əllərim boşluqda qalır. Səni deyir, o gedəndən sonra yağmur yağacaq. Küçələrə, caddələrə, səni çıxacağam və axtaracağam, sayıqlayacağam. Və məni müxtəlif yerlərdə görə ağlayan yerdə bulacaqlar. Sənin üçün ağlayacağam səndən ötürü. Başa düşəcəklər ki, səni sevirəm. Qəhr olacağam və mənim üstümə yağmurlar yağacaq. Yəni ki, o yağışlı havada eşq əzabını verib də. Deyir, yağmur yağanda bu şeiri yazdım. Xatırladım da səni. Bir daha şiddətlə və bu məni şeir yazmağa yönləndirdi. Mən biraz dostlar, belə deyək də, improvizə edirəm də. Orada əzan oxunurdu minarələrdən. Və yağmurlu havalarda səni daha çox xatırlayıram. Səni əgər deyir, düşünməsəydim, küçələrə çıxmağı gözə almazdım. Məlum məhzun dolaşmazdım axşamın qaranlığında. O duracaqlarda yalnız qalmazdım, gözləməzdim. Sonra və yenidən ilk bəndi yenidən təkrarlayır, düzdür? Belə. Yəni bu yağmurlu havaların xatırlatdığı bir xanım haqqındadır dostlar. Aşiq onu xatırlayır, onu əllərinə toxunmaq istəyir, onu gözləyir. Amma o onun xəyalında qalır da, yəni onun əlləri boşluqda qalır. Sevdiyinə əli çatmır. Və əzabını yüngülləşdirmək üçün şeir yazır. Yağışlı havalarda və minarələrdən əzanlar eşidilərkən. Yəni də yağışlı dedim. Amma dediyim kimi də əvvəldə yağmur sözü məncə qat-qat zərif, daha romantik, daha
belə necə deyərlər, doğma, hətta deyərdim doğma, daha ritmik şeirə, ədəbiyyata daha çox yaraşan sözdür və ad olaraq da, bir xanım adı olaraq da çox şahanə bir, zərif və şahanə addır. Hələlik dostlar, nəsə istədim sizlə bölüşüm bu şeiri. Qəşəng şeir idi, belə gəncliyin şeiri idi. Gənc ruh halının istirablı, saf, təmiz bir şeir. İstədim sizlə bölüşüm. Hələlik dostlar, özünüzə müayət olun.